Elə bir ki, Fatiba videosunu çəkirim, sənə göstərirəm. Məsəl üçün. Bax, mimozanı soruşsunsa, mimozanı deyim qəşəng. Bax, bu şüşə qabı götürdün. Şüşə qabın yerini yağladın. Bütün, belə yağladın hamısını. Qəşəng yağladın. Çox yox ha, az miqdarda. Karçukanı törkadan keçirdin. Üstünə mayonez vurdun. Qaşığın ucunda qozu belə səp. İstiyodunu, duzunu vur. Onun üstündən bir dənə yumurta. Karçuka yumurtanı özünə götürsün. Yenə istiyodunu, duzunu vur. Biraz fileden. Bir dəfə vurursan fileni. Ora hamısı qat-qat olur. Bir kartuşka, yumurta, kök, file, Holland pendiri olur. Holland pendirləri cürbəcürdür. Ən qəşəng o əriyən pendirlər var. Onlar yaxşıdır. Oğlan pendiri yox. İndi onların da cürbəcürləri var da. Hə, biz işlətdiklərimizi gətirirlər Vesavoy vəziyyətdə. Üstlərində heç adları yoxdur. Biz onu tez ərisin deyə göbələyin üstündə eləyirik. Göbələk salatı da var, qəşəng salatı da. Evi yağladın, karışkanı qoydun, istiyodun duzun ağız dadına uyğun. İndi hərənin evində bir cür istiyod duz var da. Yumurtanı vurdun, kökü vurdun. Vurduqca arasına qaysat belə. Mimozadan söhbət gedir. Gavalı salatı yox. Mimozadan, ərik qurusundan at içinə. Ərik qurusunda 4 yerə böl. Çox bölmə. Elə bir ki, atanda elə at ki, bir dənə layına 2 dənə düşsün də giləsi. 10 dənə, 12 dənəsi belə gedər. Sonra qozu diri halda, çox əzilmiş halda yox, belə ovuntulu at belə. Mayonezi az vur, çox vurma. İmkan olsa mayonezi klokda hazırlayıb belə eləyirsən belə. Klokdan var bax belə. Ha bu klokdan. Ucu şiş klokdu bax belə. Səni satılır bu. Tort yerlərinə satılır. Uzun kəsirsən bunu. Belə vurmaq üçün. Mimozanın klokudur. Hər nəsə. Ondan sonra axırda fileni vurursan, fileni də belə uzun yox, kəsəndə akurat olsun. Üstünə qoz da qoya bilərsən, zeytun da qoya bilərsən. Şəklini ataram sənə. Bəzəyində elə gözəl ilə qəşəng olsun. Üzüm də qoya bilərsən. Baxırda üstünə tərəvəz qoyursun, nə qoysan. Sonra kəsirsən belə formalını. Qalır belə. Mayonezlə də yaza bilərsən. Mən mayonezə qaymaq qatıram biraz. İran qaymağı var ondan. Amma simitan da qata bilərsən. Simitan qatanda daha qəşəng olur. Çünki şirin olmasın deyənə, salat dadı versin deyə simitan qatsın. Simitanda biraz turşuluq var, amma qaymaq çox şirin olur. Ona görə qaysı da şirin, o da şirin, uyğun gəlmir. Baş fikrim çatdı sənə. İndi sənə şəklində atacağım. Yadında saxlayarsan, bəzəyəndə o formada bəzəyərsən.